Azərbaycan ictimaiyyətinə fəaliyyətini dayandırmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin internetdə yaydığı ilk kompromat videodan tanınan Sevinc Babayevanın Türkiyədə vəfat etməsi barədə dünəndən sosial şəbəkələrdə dolaşan informasiya təsdiqini tapıb. İstintaqın əsas şahidinin ölüm xəbəri barədə məlumatı yerli hüquq mühafizə orqanlarına Babayevanın oğlu Ayxan Məmmədov verib. Türkiyənin Medicana International klinikasından məlumat təsdiqləyiblər. Sevinc Babayevanın ölümünün səbəbləri barədə rəsmi açıqlama verilməsə də, onun ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. Sentyabr ayında yayılan video görüntülərdə Sabir adına kitabxananın keçmiş direktoru Sevinc Babayeva 2005-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisin deputatı olmaq istəyən Elşad Abdullayevlə sabiq millət vəkili Gülər Əhmədovanın görüşündə iştirak edir. Söhbətdən onun vasitəsilik etdiyi, keçmiş rektorla sövdələşmə apardığı anlaşılır. Video yayılandan sonra cinayət işi başlanıb. Sevinc Babayevanın istintaqdan yayınaraq Türkiyəyə qaçdığı bildirilib. Onun barəsində beynəlxalq axtarış elan olunmuşdu. Sevinc Babayeva ilə bağlı dekabrda yayılan ikinci videoda isə o, Elşad Abdullayeva seçki sövdələşmələrinin detallarını açıqlayır. 1 milyon dolları Gülər Əhmədova ilə birgə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə kabinetində verdiklərini təsdiq edir. Video olayının əsas fiqurlarından birinin qəfil və müəmmalı ölümü cəmiyyətdə haqlı şübhələr və istintaqın taleyi ilə bağlı suallar yaradır. Bu Elşad Abdullayevlə bağlı video hadisələrində Sevinc Babayeva istintaq üçün əsas fiqurlardan biri idi. Bu bir sıra hallarla bağlıdır. Bilavasitə Elşad Abdullayevlə dəfələrlə Sevinc Babayeva təmasda olub. Pulun alınıb verilməsində, sonra pulların geri tələb olunmasında Sevinc Babayeva ən çox iştirak edibdi. Ən əsası isə odur ki, Sevinc Babayeva bu figurantların içində mənə ən səmimisi gəldi. Yəni, az çox qanundan qorxan, ehtiyat eləyən, sonra alınmış pulun qaytarılmasına çalışan Sevinc Babayev olubdur. Və mən əminəm ki, Sevinc Babayeva əgər istintaqçılar vaxtında onun üstə düşüb, onu dindirsəydilər, tam səmimi ifadə verərdi. Başqalarında mən onu görmürəm, ona görə ki, başqalarının əgər ad çəkməyəcəm o videoları bir də nəzərdən keçirsəz, bir çoxlarında az qala uğuru jargonları var və onların istintaqa səmimi olacaqlarına mən şübhə eləyirəm. Ona görə Sevinc Babayevanın ölümü istintaqın işini xeyli çətinləşdirəcəkdir. Bir də, məsələn, Sevinc Babayevanın ölümü bir insan kimi də mənə çox pis təsir elədi. Ona görə ki, Sevinc Babayeva o hadisələrin iştirakçılarının içində ən az suçu olandı. Ən az suçu olan və bu baş vermiş hadisələrdən ən çox ehtiyatlanan, qorxan, ən çox həyəcan keçirən olubdur. Ona görə Sevinc Babayevanın ölüm hadisəsini yəni bir mənalı onun öldürüldü anlamına gəlməməlidir. Ona görə ki, o hadisələrin, o videoların görünüşü onu göstərir ki, Sevinc Babayeva bu hadisələrdən çox həyəcan keçiribdir. Yəni onun ölümü elə o keçirdiyi həyəcanlarla da bağlı ola bilər. O ki, qaldı işin gələcəyini mən hesab edirəm ki, əgər istintaq obyektiv aparılmaq istəsə, o işi yekunlaşdırmaq olacaqdır. Sevinc Babayevanın ölümünün deyək, günahı Azərbaycan hüquq mühafizə orqanlarındadır. Ona görə ki, Sevinc Babayeva, yəqin o barədə də məlumatlar meydana çıxacaqdır, dəfələrlə hüquq mühafizə orqanlarına bu barədə müraciət edib, həm də özünün təhlükəsizliyi baxımından. Elşad Abdullayevin orada yazılığa göndərməsi, yazıda ki, Elşad Abdullayev onu xəbərdarlıq edib, inanıram ki, bu həqiqətdir. Məsələn, mən birinci o hadisələr yayılan günündən mən əgər mətbuata fikir versəz, elan etmişdim ki, həm Sevinc Babayevanın, həm Gülər Əhmədovanın birinci növbədə təhlükəsizliyi təmin olunmalıdır. İkincisi, bunların hər ikisinin haqqında qətimkan tədbiri seçilməli idi. Mənim üçün bugünkü günə qədər Gülər Əhmədovanın hansı səbəbdən azadlıqda olması bəlli deyil. Yəni, bu kobud qanun pozuntusudur. Bir də yəqin ki, bu Gülər, məndə belə təəssürat yaranır ki, bu Gülər Əhmədovanın təhdidləri ilə bağlıdır. Gülər Əhmədova ki, yadınızdadırsa da təhdid elədi ki,
mənim ağzımı açdırmayın. O heç də mətbuata nəzərdə tutulmuş hal deyildi. Yadınızdadırsa da, YAP rəsmilərinin Gülar Əhmədovanın üzərinə hücuma keçəndən sonra, onu dəladuz və ilaxır adlandırandan sonra Gülar Əhmədova o ifadəni işlətmişdi. Və fikir verdinizsə də o ifadədən sonra bütün rəsmi strukturların o məsələdə açıqlamaları dayandı. Sanki qurbağa gölünə daş atdılar.